Satıram sən kimi bir xibrə xəridara Hüseyn. Başımın üstünə gəl qəbrimin əvvəl gecəsi. And verirəm səni mən qolsuz ələmdara Hüseyn. İmam Hüseyn ağa qəbrimizin əvvəl gecəsində bizə qonaq ola, salavat buyurun. Dünyadan əsir xaç olan Hüseynçilər, atalar, analar, bacılar, qardaşlar, bu məclisdə onların da ruhi bir nuraniyyət tapa, salavat deyək. Məclisimizdə xanımlar, analarımız, bacılarımız var. Onların mərizlərinin şifa tapmaqlığına, mətləblərinin qəbul olmaqlığına, bu mühərrəmin məxsusən axırıncı mühərrəm olmamağına salavat. Bismillahirrahmanirrahim. Hasbunallah ve ni'mel vekil ve ni'mel mevla ve ni'men nasir. Ey o ki bir baxışıyla torpağı kimiya eyləyər, nə olar bir nəzər eylə bu məclisə Hüseyn. Ey şoq-i vesalində ürəklər tələsən gəl. Ey şoq-i vesalində ürəklər tələsən gəl. Həsrətinə ümməti göz yaşı tökən gəl hamı bahəm yəbnəl Həsən yəbnəl hamı desin yəbnəl. Yox, hamı demir. İmam-ı Zaman ağanı dəvət elə bir də. Yəbnəl Usul. مستمع صاحب سخن را بر سر ذوق می آورد. Deyir, o qulaq asanlardır ki, danışanı danışdırır. Əgər siz belə sakit otursunuz, mən də sakit aparacağım məclisi. Biraz, inşallah, ürəklə. Aləm bizə sənsiz dayoluyum, Beytul Həzən can. Çoxdandır ki göz dikmiş yolu var همه با هم
yabnar Hasan yabnar ey ellerini Yusuf'un şanhani öpen ya İmam-ı Zaman ey mehriyle boyuz zülfülere ey mehriyle boyuz zülfülere şanı çaçayan cayan yabnar her yerde ya Hüseyin demişem ya Hüseyin sana her yerde ya Hüseyin demişem ya Hüseyin sana indi çətin zamandır ağa əlimdən yapış bu qəbr içində nə bir qohum tapılır nə bir tanış ağa qorxuram nəkirlə mülkər çırıxdıralar məni lütf elə sən özün bu bir işə qarış ağa bir ömrü mən sənin əvəzində danışdım lütf elə gəl bir dəfə də sən mənim əvəzimdə danış ağa bunda deyirik inşallah xutbaya başlayalım Hüseyin Ahmet canım Ahmet Hüseyin Ahmet Utanmayın qardaşlar gələn məclis havasına gələn mən başlayam bir də Hüseyin Ahmet canım Hüseyin Rəvanəm siz də mənlə Hüseyin Qaçırdı dağlara İsa ibn Məryəm necə ki qaçar insan vəhşi bir heyvan əlindən soruşdu bir nəfər sel gəlibdi şəhrə qaçırsan talğalı tufan əlindən Həzrəti İsa buyurdu sel gəlməyib seldən yamandır qaçıram nadan əlindən Ağsaqqallar dedi sinində vardır ismi əzəm alırsan meyyiti Əzrail əlindən oxu nadana tapsın dərdi bina
dərdi bir dərman əlindən. Həzrəti İsa buyurdu, 100 min ismi əzəm qurtarmaz nadanı cahil əlindən. Allah sizləri, bizləri nadan adamla yoldaş eləməsin. Nadan adamı bizlərə düçar eləməsin. Allah Təbarək və Təal Qur'an-ı Kərimində həm keçmişdən, həm indidən, həm də gələcəkdən danışır. Hələ məclis məni istəyən hala çatmayıb, indi görəydə inşallah necə olacaq. İmam Hüseyn məclisinə girdiniz, utanmayın. Qardaşlar, Qur'an-ı Kərim həm keçmişdən, həm indidən, həm də gələcəkdən xəbər verir. Xanımlar, orada sakit qalın. Məclisi pozmayın. Baxınız bir dənə, burada Qur'an-ı Kərimdən bir dənə ayə deyəcəm, İmam-ı Zaman ağa barəsindədir, çox danışmayacağım. Əfsuslar olsun ki, İmam Zaman ağa bizim həyat yaşayışımızda azdır. Orada xəbər verin, sakit dursunlar. Bir nəfər ora xəbər versin, sakit dursunlar. Mən istəyirəm İmam Hüseyn məclisi layiqli keçsin, o sakitçiliyə riayət olunsun. Məclisə gəlmişik, hamımız diqqətlə qulaq asmalıyıq. Bəli, İmam-ı Zaman ağaya görək nə qədər nəzir eləmişik öz yaşadığımız həyatda. Haçan çətinliyə düşəndə İmam Zaman ağanı çağırmışıq. Əbəlfəz ağaya elədiyimiz nəzirlər öz yerində. Tanıdığımız, bildiyimiz seyyidlərə, onlar da övladı peyğəmbərdir. Elədiyimiz nəzirlər öz yerində. Amma haçan olub ki, deyək, bu çətinliyimiz həll olsun, düzəlsin, İmam-ı Zaman ağa üçün zuhurunun təcilinə, səlamətçiliyinə ağanın ehsan verərəm, nəzr paylayaram. Nə vaxt olub, kim eləyib burada? Kim bu sözü burada deyib? Bizim zəmanəmiz, cəmiyyətimiz vəfasız cəmiyyətdir ki, niyə 1400 ildən artıqdır bizim imamımız qeybətdədir. Hələ Allah bizi imamı görüb, dərk eləyib, onun zəmanəsində yaşamaqlığa bizləri layiq bilmir. Niyə? Biz əgər bir nəfəri istəsuq, evimizə dəvət eləyərik. İstəməsük, çağırmarıq. Nə qədər İmam Zaman ağanı çağıran var, nə qədər İmam Zaman ağanı səsləyən var. Allah Təbarək və Təala Qur'an-ı Kərimdə buyurur, vəl-əsr. Vav, burada vavul qəsəmdir, and içməkdir. Məsələn, birindən sorsan filan kəs, məsələn, bu pulu aparıb filaniyə verdi, deyir, vallah vermişəm. Bu vav da o vavdandır. Allah buyurur, vəl-əsr, and olsun əsrə. Əsrin burada 4 dənə mənası var. Bir dənə mənası əsr namazının vaxtıdır. Bir dənə mənası İmam-ı Zaman ağanın o imamətli eləyən əsridir, bu əsr. Bir dənə mənası, üçüncü mənası budur ki, paltarı salarlar, suya çıxardarlar. Sıxarlar, az bir miqdar su tökülər. O tökülən suya Qur'an deyir, əsr. 3. Dördüncü mənası budur, atı çaparlar, atdan tər damcılayar. At tərləyər, tər damcılayar. O damcılayan
tərə, o qətriyə ərəb deyər əsr. Allah da Qur'anda buyurur vəl əsr, and olsun əsrə ki, o imamın əsrinə ki, insanlar ələnərlər. İnsanlar ələnərlər, o təmizlər ki, tökülər ələkdən, onu əliyəndə Allah analarımızı, dünyadan gedən anaları rəhmət eləsin, qalanları səlamət eləsin. Görək, indi daha ələməyə ehtiyac yoxdur da, qabaq əliyərdilər. Onu ələkdə əliyəndə, oradan təmiz unlar tökülərdi. O tökülənə deyirlər, təmizə deyirlər əsr. Allah da buyurur, İmam-ı Zaman əleyhissalamın əsrində insanlar ələnərlər. Peyğəmbər Əkrəm buyurur, axirət zamanda, yəni İmam Zaman ağanın dövründə, Allahümmə salli alə Muhammed və alə Muhammed. Axirət zamanda imanı saxlamaq, kömürü, yanan kömürü əldə saxlamaq kimi çətin olacaq. Allah sizləri və bizləri pis dostlardan, pis yoldaşlardan uzaq eləsin. İnsanı aparıb Allaha da çatdıran dost olar, insanı şeytana tərəfdə aparıb çatdıran dost olar. Davamında buyurur ki, İnnəl insənə ləfi xusr. İnsan ziyan halındadır. Şübhəsiz insan ziyan halındadır. Mütləq insan ziyan halındadır. Niyə? Əgər deseydi innəl insənə fi xusr, bu ziyan halındadır, aydındır. Amma lam hərfin gətiribdir, ləfi xusr. Yəni, burada təkid edib sözün ki, sən iynənin ucu qədər birdən fikirləşərsən ki, insan ziyan halındadır. Yox, ləfi xusr. İnsan ziyan halındadır, şübhə eləmə. Qardaşlar, kimlər ziyan halındadır? Bəqərə surəsində ayə var. İnnəl-ləzīnə āmenū. Kimlər ziyan halındadır? Allah onları sayır. İnnəl-ləzīnə āmenū və amilus-salihati və təvasav. O ayəni. Bəli. Əl-ləzīnə yu'minūnə bil-ğayb və yuqīmūnəs-salata və mimmə razaqnahum yunfiqun. O kəslər ki, qeybə iman gətirərlər. Yu'minūnə bil-ğayb. O insanlar ki, ziyan halındadır. Onlar xeyr eləyiblər. Onlar bu dünyada qazanıblar. Bir əl-ləzīnə yu'minūnə bil-ğayb. O kəslər ki, qeybə iman gətiriblər. Ana, hansı qeybə? İmam-ı Zaman ağanın sağ olub, qeybətdə olmayına iman gətirirlər. Salavat buyuruz. Əsr surəsində dedi, İnnəl insənə ləfi xusr. Şübhəsiz insan ziyan halındadır. Amma Bəqərə surəsində xüsusiyyətlər gətirir. O xüsusiyyətlərdən başa salır ki, hər kimdə bu xüsusiyyətlər varsa, onlar ziyan halındadır. Diqqətlə qulaq asısınız, biri-birinizin ənvatına salavat buyuruz inşallah. Bir əl-ləzīnə yu'minūnə bil-ğayb. O kəslər ki, qeybə iman gətiriblər. Bu bir. Ziyan halında olmayanların birinci sifəti, birinci xüsusiyyəti. İki. Və yuqīmūnəs-salat. Qardaş, İmam Zaman ağanın qeybətdə olmayına iman gətirməkliyi bəs eləyir. Allah buyurur, yox. Və yuqīmūnəs-salat. Namazla qılarlar. Və mimmə razaqnahum yunfiqun. Öz qazandıqlarından, öz mallarından xumus, zəkat, sədəqə verərlər. Öz qazandıqları maldan Allah yolunda infaq eləyərlər.
Bəs Allah təbarək və təal buyurur ki, hansı insanlar ziyan halındadır? Bir, o kəsləri ki, qeybə iman gətirə, İmam Zaman ağanın qeybətinə iman gətirə, salih əməllər eləyə, düz işlər görələr, namaz qılalar, öz qazandıqları ruzidən, halal ruzidən Allah yolunda infaq eləyələr. Bu 4 dənə xüsusiyyət hər kəsdə varsa, o insan ziyan halındadır. Allah Qur'an-ı Kərimdə çox sözlər deyir bizlə. Məxsus biz şiyələr Qur'an-ı Kərimlə çox mənus deyirik. Qur'ana çox yaxın deyirik. Qəbul edirik, gözümüzün üstünə qoyuruq. 23 yaşım var idi. Azərbaycanın rayonlarının birində məni dəvət eləmişdilər, məhərrəmlik məclisi aparım. Mən də gəldim, özümlə Qur'an aparmamışdım. Gördüm ki, Qur'an lazımdır. Ev sahibinə dedim, bir dənə Qur'an gətirin. Mən bir 10 gün, 17 gün ki, sizin evdə qonağam. Mən Qur'an oxuyum, istifadə edeyim Qur'andan. Gətirdilər, Qur'anı verdilər, and ola İmam Zamana. Qur'anı açdım, gördüm bir tərəfində pensiya kartı. O biri tərəfində açdım, gördüm bu kişi ilə arvad 50 il bundan qabaq kəbin eliblər, kəbin kağızı. Bu tərəfə baxdım, gördüm qazın çekin filanın ödəyiblər, onu da qoyublar Qur'ana. Biraz da pul qoyublar, bir 400-500 manat. Bükdüm, qoydum stolun üstünə, kişi qaz idarəsində işləyirdi, gəldi. Dedim, əmi bunlar nədir bura qoymusan? Dedi, bala, bundan etibarlı yer tapa bilmədim qoymaya. Dedim, qardaş, düzdür Qur'an etibarlıdır. Amma Qur'an oxumaq üçündür, Qur'an başa düşmək üçündür, Qur'an dərk olunmaq üçündür. Nə ki gətirib pensiya kartını qoyasan bunun içinə, nə ki gətirib kəbin kağızın, zapas puluvu qoyasan bunun içinə. Allah Qur'an-ı Kərimi göndərib bizlər üçün. Bir dənə Allah hamısına qismət eləsin. Bir dənə təzə maşın alanda barda çokunda onun bir dənə nəyi olur? Kitabçası olur. Deyir, filan kilometrə çatdın, yağın dəyiş. Filan kilometrə çatdın, remenin dəyiş. O kitabça nə üçündür? Bunu düzgün istifadə eləmək üçün. Bu Qur'an-ı Kərim də bizim düzgün yaşamaqlığımız üçündür. Biz düzgün yaşayaq. Allah'a gedən o yolu, Allah'a tərəf olan yolu düz tapaq deyə Allah Qur'anı göndərir. Nə ki qoyay evdə taxtanın başında toz bassın. İmam Zaman ağa qeybətdədir, yadımızdan çıxıb bu bir dənə dərd. Qur'an evimizdədir, Qur'anı oxumuruq, taxtada toz basır. Bu bir dənə dərd, harada gəlir qabağa? 2 dənə yerdən. Kişi evə gec gələndə arvad gətirir, Qur'anı qoyur, deyir, and iç filan yerdə döyürdün, əli bas Qur'ana. Onda Qur'anı gətirib qoyuruq ortaya. Əgər yalan deyirəm, düz yalan deysən. Düzdür, qardaşlar? Gülənlərin əmvatına salavat. Hər kəs özün göstərir də, o kimin başına nə hadisə gəlib, o yaxşı bilir. Bir dənə burada. İkinci yerdə hardadır? Allah tamam valideynlərə oğul evləndirmək, qız gəlin köçürtməyi qismət eləsin. Qız gəlin köçürdəndə gətirib tuturlar başının üstündə. Bu da yaxşıdır, bala keç altından. Amma pisi budur ki, o yalandan and içən, evi yıxıldı onun. Allah buyurur, İnnəl insana ləfi xusr. İnsan ziyan halındadır. Mən arafə nəfsəhu fəqəd arafə Rabbə. Hər kəs öz nəfsini tanısa, özün tanısa Allah'ın tanıyır. Biz bu günləri özümüzü tanımaqlığımız üçün nə lazımdır? Bu lazımdır ki, ağa, zəmanəmizin imamı var. Zəmanəmiz imamsızdır.
Mən niyə imamımla rabitə qura bilmirəm? Heç olmasa qəlblə. Nəyə görə qəlblə imamımla danışa bilmirəm? Nəyə görə imamımla oturub söhbət eləyəmirəm? Əli əleyhissalamın zamanında, Əli əleyhissalamın ümməti, Əli əleyhissalamın zamanında yaşayan şiyələr gəlirlər, Həzrətlə danışırdılar. Elə bilirsiniz ki, İmam-ı Zaman ağa bizi eşitmir, and olsun İmam Hüseynə bizi eşidir. And olsun Allahın izzəti cəlalına bizi eşidir. Əgər istəyirsiniz, analar, bacılar, sizlər dünya müsibətindən uzaq olasınız, hər gün sübh namazından sonra oturan yerdə də olsa 2 rükət namaz qılın İmam Zaman ağanın zuhurunun təcilinə, sonra əlinizi qoyun sinizə, deyin, Əssalamu aleykə ya sahibəz zamanı vəl əsr. Bu salamın cavabın 1000 dəfə eşitməsin, 1001-cidə eşidərsən. O bir nəfər gəlirdi çöldən keçəndə, bir dənə çobanla rastlaşdı, gedirdi İmam Hüseyn ziyarətinə. Allah hamına qismət eləsin. Ziyarətinə, çoban soruşdu, hara geçsən? Dedi, İmam Hüseyn ziyarətinə gedirəm. Dedi, sən heç İmam Hüseynə salam verib cavabını eşitmisən? Qaldım belə. Deyir, dedim ki, sən ver, bir dənə salam ver. Dedi, qoy mən salam verim, bax. Əlin qoydu siləsinə, Əssalamu aleykə ya Əba Əbdillah. Cavab gəldi, və aleykumussalam. Dedi, indi sən əli qoy sinivə. Bir ömür İmam Hüseynə salam verib, mən kimi cavabını eşitməyib. Bu səfər salam verdi, cavabı gəldi. Getdi ziyarətə, yatdı, ağa İmam Hüseyn əleyhissalam gəldi, dedi ki, sən alim idi bu özü də. Sən mənim alim zəvvarım idin, mən çobanın yanında səni istəmədim, salamımın cavabını verməyib, səni sındırım. Baxın, qardaşlar, İmam-ı Kazım əleyhissalam, yəni İmam Rıza ağanın atası, salavat buyurun. İmam Kazım əleyhissalam sağ idi. Amma cəmaət İmam Kazım əleyhissalamın ziyarətinə gəlmirdilər, İmam Hüseyn ağanın ziyarətinə gedirdilər. Hər bir imamı ziyarət eləmək yaxşıdır, gözəl işdir. Amma sağ olan imamı yaddan çıxartmaq pis işdir. İnsan gərək zamanəsini sağ olan imamın yaddan çıxartmasın. 2 dənə xüsusiyyət deyəcəyəm, hər kəsdə varsa, ruzu bərəkəti də var, xoşbəxtçiliyi də var. Biri budur. Hər kəs öz zamanə imamın yadına salıb, onun zuhuru üçün dua eləyib, şəhid olan İmam Hüseyn əleyhissalamın da ziyarətinə gedib, bu insan həyatda xoşbəxtdir. Ruzu bərəkəti də var. 1. İkinci nədir? İkinci də budur ki, əgər bir kişi, bir xanım evdə mehribançılıq yaratmayı bacarmırlar, evdə mehriban olmurlarsa, həmən evdə xoşbəxtçilik də olmaz, ruzu bərəkət də olmaz. Əgər şübhə varuzdursa, buradan gedəndən sonra fikirləşin. Bir evdə nə qədər deyib gülmək olsa, hədisdə var, Allahın rəhməti bir o qədər ora nazil olar. Görürsən, kişi var, evə gəlir, ailə uşaq deyir, dədə vay, bu günə gəldi. Sakit durun, səsinizi çıxartmayın. Görürsən, kişi var, çölə çıxır, evə qayıtmaq istəmir. Ev üçün darıxmır. Peyğəmbər Əkrəm buyurdu, Əynə mitlu Xədicə. Xanım Xədicə dünyadan getmişdi. Ayşə dedi, ya Rəsulallah,
Bu xanım Xədicə çoxdan dünyadan gedib. Sən yenə də bunu arzuluysan. Peyğəmbər buyurdu, o bir xanım idi. Mən çöldən içəri girəndə icazə vermirdi çöldə olan dərd, qəm, qüssə, stres, narahatçılıq evin qapısından içəri mənlə bərabər gəlsin. Xanım var, istəmir axşam kişi evə gəlsin, üzün görsün. Kişi də var, istəmir evə gəlsin, xanımın üzün görsün. Hər bir şey bir dənə kilidin altındadır. O da xoş danışmaylıq. O da gözəl danışmaqlıq. Allah Təbarək və Teala Peyğəmbər Əkrəmə buyurur ki, Ya Rasulallah, ey mənim Rəsulum, sən Allahın Peyğəmbəri olduğu üçün yox, sənə Qur'an nazil elədiyimiz üçün yox, sənin gözəl əxlaqına görə cəmaat ətrafına yığışıb. Gözəl əxlaqına görə. İnsanda əxlaq, tərbiyə puldan da qabaqdır, elmdən də qabaqdır, gözəllikdən də qabaqdır. İnsanın ən uca olan xüsusiyyəti xanımın və kişinin mehriban olmaqlıq, şirin danışmaqlıqdır. Biz nə qədər tünd olsuq, fərq edəməz, kişi, qadın. Özümüz özümüzə ziyan eləyəcəyik. Və zəmanə imamımızdan da bir o qədər fasilə götürəcəyik. Əleyhissalam Nəhcül Bəlağədə buyurur ki, cəmaat arasında yaşayanda elə yaşayın ki, bax, cəmaat arasında yaşayanda elə yaşayın ki, siz öləndən sonra bəqəv aleykum, sizlər üçün ağlasınlar. Cəmaat arasında da yaşayan İmam Hüseyndir. Şəhid olandan sonra 1400 ildə Həzrətçini ağlayırlar. Görürüz bu ağa cəmaat arasında, cəmaat içində necə yaşayır. Bir dənə salavat buyuruz inşallah. Əgər rozədə yaxşı ağlaya bilməsiniz, məndən günah bilməyin. Çünki xanımların hələ qulaq asmaqlığı kamil olmuyor, danışanlar var. İnşallah xahiş edirəm ki, qulaq assınlar. Mən bura gəlmişəm ki, siz üçün danışım filan. Salavat buyuruz inşallah. Bir dənə bu minbərdə özümün deyirəm, danışmağım 6 aya başa gəlir. 6 ay gəzirəm, axtarıram, mütaliələr eləyirəm ki, meydana nəsə çıxarda bilim. O, arxada oturan qardaşlar da qabağa gəlsə çox gözəl olar. Gəlin qabağa, molladan qorxmayın. Bizdə Lənkəranda bir nəfər var idi, məscidə getməzdi. Bir dəfə xanımı dedi, İmam Hüseyn məclisidir, ged məscidə. Bu da dedi ki, yox, filan, dedi, yox, ged. Bu gəldi məscidə, o məclisə gəlməyən adam yerin bilməz də. Gəldi, düz oturdu mollanın qabağında. Molla da baxır da illərdir məclis aparır və tanıyır da kimlər var, kimlər yox. Bunu baxdı, gördü, dedi, hə, bu təzədir. Dedi, neçə dənə imamımız var? Bu dedi, 5 dənə. Dedi, biraz çox elə. Bu sözləri mən danışıram ki, ta o məclis biraz halına gələyik. Cəmaata baxıram, hərənin fikri bir yerdədir. Birinin fikri bazardadır, birinin fikri oradadır. Fikriniz burada olsun, qardaşlar. Molla dedi, biraz çox elə. Bu dedi, 10 dənə. Dedi, yox. Dedi, neçə dənə imamımız var? Bu dedi, 20 dənə. Oxşum, hamısı güldü, gəldi evə, başladı xanımına artıq əski deməyə. Kişilərdə bu xüsusiyyət var. Çöldə əsəbləşirlər, gəlib acığın evdə xanımdan çıxırlar. Belə şey eləmək olmaz, qardaşlar.
Peyğəmbərin şəriəti belə demir. İslam əxlaqı belə demir. Nə olub? Dedi, molla sual verdi, bilmədim. Dedi, nə sual verdi? Dedi ki, mənə sual verdi, neçə dənə imamımız var? Deyir, mən dedim ki, 5 dənə razılaşmadı, 10 dənə, biraz çox elədim, 20 dənə. Bu arvad dedi ki, talış dilində kəxəlis, yazı. Deyəydim ki, 12 dənə. Bu da əsəbləşdi, dedi, 20 dənə dedim, razılaşmadı, 12 dənə ilə heç razılaşmaz. Qardaşlar, baxın, əzizlər, İndi hiss edirəm ki, yavaş-yavaş məclisin ab-ı havası sizdə yaranır. Məni başqaları ilə səhv salmıyor. Ta mən sizdə o halı görməyincə roza oxumayacağım sizə. 22 ildir bu məclisdə mənbərdəyəm. Xahiş edirəm, diqqətlə qulaq asın. Heç kəs divarın dibində, o yanda, bir yanda gizlənməsin. Hamınız gəlin, oturun qabaqda. Sizdən çox xahiş edirəm. Qoy məclis halına tapsın. Gəlin bu qabaqda oturun ki, qiyamət günü də, qiyamət səhnəsində də desinlər ki, bunlar İmam Hüseyn məclisində qabaqda duranlardır. Baxın, əzizlər, İmam-ı Zaman əleyhissalamla dostluğunuzu soyutmayın. Demirəm kəsin, yox. Hamımız İmam Zaman ağa ilə dostluq. İmam Zaman ağa ilə dostluğunuzu pozmayın. İmam Zaman ağa ilə dostluğunuzu, əlaqınızı günbəgün möhkəmləndirin. Bir dəfə Astaradan kitab keçirdirdim, İrana qumdan gətirmişdim. Əlimdə dini qurumların kağızı da var idi. 50 dənə kitab idi. Bu məmur baxdı, dedi ki, sənin sənədin də olsa, mən sənə icazə vermirəm bunları keçirdəsən. And ola bu müqəddəs məclisə, ürəyimdə bir dəfə dedim, ya İmam-ı Zaman. Bunu ürəyinə rəhim sal, mən kitabları aparım. Öz adı da elə rəhim idi. Bu 3-4 addım məndən uzaqlaşmışdı. Mən bunu ki, ürəyimdə dedim, dilimlə demədim, ürəyimdə dedim. Birdən bu qayıtdı dala, kağızları verdi mənə. Dedi, götür apar gözüm səni görməsin. Orada mənə sübut oldu ki, biz İmam Zaman ağanı istəyir çətinlikdə, istəyir rahatçılıqda, istəyir əza məclislərində, istəyir şad məclislərimizdə, hər zaman İmam-ı Zaman ağanı çağırsıq, ağa bizə cavab verəcək. Bir dənə böyük Arifdən eşitdim ki, qumda mənə dedi ki, istəyirsən İmam-ı Zaman ağanı görəsən, ağanın qəlbi çox müştaqdır bizləri görsün. Amma bizlər istəmirik. Yadımızdan çıxıb. Kimdən soruşsun, deyər, istəyirəm. Necə ki, Həzrəti Yusif əla-nəbiyyinə və alihin qardaşları o qədər günah eləmişdilər. O günahlar səbəb oldu, bunlar Həzrəti Yusifi tanıyanmədilər. Biz də elə yox. O qədər günah eləmişik, o qədər günah eləmişik. İmam Zaman ağa zuhur eləyəndə kim onu görsə deyəcək, mən bu kişini tanıyırdım, bu ağanı tanıyırdım. O günahlar icazə vermir biz İmam Zaman ağanı tanıyaq. Dedi, 15 gün sübh namazından qabaq dur, 2 rükət İmam Zaman ağanın zuhurunun təcilinə namaz qıl. Əli qoy sünübə, özdə belə də dedi ya, yalandan da olsa, yəni o söz ürəyindən gəlməsə də belə. Dinən ağa, mən səni çox istəyirəm. Ağa, zuhuru mənə qismət elə. 15 gün, 10 dəqiqə, əli sünündə üzü qibləyə İmam Zamanla danış. Gör, o səni yad edir ya yox. Ya İmam-ı Zaman, deyərdim, gəl bizim bu məclisə, amma Ərbəin günüdür, bilirəm, başsız bədən Cəddün Hüseynin qəbrindəsən, əmmaməsiz əyaqların. Ağacan, nə olar? Cəddün Hüseynin
qəbrindən bizim bir dənə bu nurani məclisimizə də bax. Ağacan, məclis sənindir, zamanə sənindir, əza sahibi sənsən, biz də sənə bu məclisə başsağlığına gəlmişik. Ey Əbəl Fəzağanın qolları düşən yeri ziyarət edib ağlayan ağa. Ey Cəddi Hüseynin qəbrin ziyarət edib ağlayan ağa. Ey məclisin sahibi ağa. Alimlərdən biri var idi, 80 il İmam Hüseyn rozəsi oxumuşdu, 80 il. 80 il İmam Hüseynə roza demişdi, bu dünyasını dəyişdi. Dünyasını dəyişəndən sonra oğlunun yuxusuna girdi. Oğlu soruşdu, ata sən 80 il Seyyid-i Şühədaya roza demisən? Sənin qəbrinin əvvəl gecəsi necə oldu? Deyir, məni qoydular qəbrə, soruşdular Allahın kimdir? Dilim tutuldu, elə bir deyə bilmədim. O mələklər qeyzdəndi. Soruşdular yenə, Peyğəmbərin kimdir? Dillənə bilmədim. Soruşdular kitabın nədir? Dillənə bilmədim. İmamın kimdir? Dillənə bilmədim. Yaxın idi ki, bunlar mənə qəzəb eləyə. Gördüm qəbrimə ayrı bir aləmdən bir dənə nurani qapı açıldı. Qəbrimə nur daxil oldu, dedi denən ağam Hüseyndir. Dedi denən ağam Hüseyndir. Mən də dedim ki, ağam Hüseyndir. Mən İmam Hüseynin dostuyam. Dedilər, İmam Hüseynin dostusan, ağın Hüseyndir. Bunlar başladılar gülməyə, dedilər, xoş halıva getdilər. Əzizlər, əgər İmam Hüseynlə dost ola bilsək, ən çətin yer qəbr aləmidir. Orada da desil biz İmam Hüseynin dostuyuq, bizlə heç kimin işi olmaz. Ziyarət Aşurada oxuyuruq ki, Allahümmə lə'ən əvvələ zalimin zələmə haqqə Muhammedin və ali Muhammed. İlahi lənət elə o zalimə ki, Muhammed, ali Muhammedin haqqında ən birinci zülm eləyən bunlar oldu. Muhsinin qatilini xəbər olsun deyərəm, lənət olsun qapını əvvəl açan namərdə. Əgər Həzrəti Zəhranın qapısını yandırmasaydılar, İmam Hüseyn əleyhissalamı da əzizlər, Kərbəlada şəhid eləyə bilməzdilər. İmam Həsən ağanın mübarək tabutunda olan cənazəsin bədənin oxlaya bilməzdilər. Gör nə halda idi ki, Əli əleyhissalam gəldi qapının ağzına, təsəvvür edin, balaca bir dənə evdir, 300 nəfər girib evin içinə. O evdə tərpənmək olmaz. Hamı gedəndən sonra hamını apardılar. Fizzə deyə gördüm, xanım Zəhra yoxdur. İstəyirəm İmam Hüseyn qapısına anası Zəhranın yanan qapısından keçib gedək. Məclisin yolun istəyirəm bu Ərbəin günündə İmam Hüseyn ziyarətinə, qəbrinə, rozəsinə xanım Zəhranın yanan qapısından sizi keçirdim, apardım. Fizzə deyib gəldim, baxdım, gördüm xanım Zəhra yoxdur. Qapını istədim, bağlayam, gördüm qapının dalı ilə xanım Zəhra da qapı ilə bərabər gəlir. İstədim qapını bağlayam, gördüm xanım da qapı ilə hərəkət edir.
Dedim, xanım, nə olub? Sən qapıya niyə belə möhkəm yapışmısan? Mən qapını açanda, bağlayanda qapı ilə hərəkət eləyirsən. İşarə elədi Fizzə, qapının mismarı sinəmə batıb, məni o qapının mismarından ayır. Deyir, xanımı ayırdım, xanım qəşş elədi. Su vurdum üzünə, ayıldı, ayılan kimi dedi Fizzə, əmoğlum əlini hara aparıblar? Əvvəlin müsibət İmam Hüseyin əleyhissalamın evindən başladı. Anasını şəhid elədilər. Atasının boynundakı şalın əlinə bağlayıb dartıb apardılar. Ravi deyir ki, Hicazın, Yəmənin bir dənə adəti var. 40 gün bir nəfərin əzizi ölsə, ağsaqqallar, bizdə də belə idi. O evdə ocaq qalayıb, qaz yandırıb yemək bişirməzdilər. Deyir, yolum düşdü Həzrəti Zəhranın küçəsindən. Gördüm Həzrəti Zəhranın evinin üstündən tüstü ucalır. Dedim, ilahi, xanımın atası 3 gündür dünyadan gedir. Olmuyor Həzrəti Zəhra ocaq qalayıb yemək bişirir. Yaxınlaşanda gördüm 300 nəfər yığışıblar Zəhranın qapısını yandırırlar. Şair deyir ki, qapını yandıran 300 nəfər cəmaət idi, qapı dalında qalan hamilə bir orət idi. Bəzm edibdi canı sənə yaddan çıxmaz, özgə yaddan çıxar amma, ana yaddan çıxmaz. Fizzə deyir, xanımı ayırtdım, dedi, əlini hara apardılar, dedim, məscidə. Ravi deyir, bir qolu ilə girmişdi Fizzənin boynuna. O qapı dalında sınan qolu ilə də istəyirdi divarı tutub gedə, əli qalxmırdı. Ədəbindən xanımın üzündən yerə mərcan tökülürdü. Zəhra atanda qədəm yerə sinəsindən qan tökülür. Ya İmam Hüseyin, bilmirəm, bura gələn xanımlar, ağalar nə yaxşı iş görüblər ki, sən bunları bəyənmisən, bir günləri bu məclisə bunların adını yazmısan. Gələk Kərbəlaya, Molla Ağacan Zəncani var idi, həm söhbət eləyərdi, həm roza deyərdi. Bunu bir il oldu, geç çağırdılar məclisə. Bu narahat halda yatdı. Ağa İmam Hüseyin əleyhissalamı gördü qardaşı Əbəlfəzlə. Əbəlfəz ağanın da əlində bir dənə dəftər. Dedi, ağa, mən sənin Roza xanımam, məni niyə çağırmadın buyur? Dedi, kim deyib sən mənim Roza xanımsan? Bu qapıya hələm-hələm adamı qəbul eləməzlər, əzizlər. Siz bu günləri seçilib bura gəlmisiniz. O yanan ürəkləri sizləri bura gətirib İmam Hüseynə. Dedi, ağa, and verirəm Anun Zəhraya bizim adımızı dəftərvə yaz. Ağa, biz də and veririk səni Anun Zəhraya, bizi öz dəftərvə yaz. Ağa buyurdu qardaşı Əbəlfəzə filan Rozaxanın adını sil, o günah eləyib da biz onu istəmirik. Molla Ağacan Zəncaninin adını yaz ora. Ondan sonra Molla Ağacanın ömrünün axırları idi. O sümbilə külək düşəndə görürsünüz necə başı yatır. Roza deyəndə dərdivar Hüseynvay deyərdi. Qapıdan, divardan, Hüseyniyyədən, məciddən İmam Hüseyin səsi gələrdi. Camaat sümbül kimi yatardı. Bir gün meşənin içi ilə keçəndə cinlərdən bunu saxladılar, dedilər ki, Molla Ağacan, Kərbəlada İmam Hüseyin əleyhissalamın ən çətin, ən dözülməz saatindən bir dənə danış. Molla Ağacan deyir, başladım Əli Əkbər rozəsi oxumaya. Ya İmam-ı Zaman, bu rozəni birinci dəfədir burada deyirəm. Cinli Cəfər dedi ki, Molla Ağacan,
mən deyir roza oxuyuram. Dedi Molla Ağacan, dayan belə döyür idi. İmam Hüseyin Əli Əkbər ağanın başının üstünə gələndə elə döyür idi. Biz görmüşük necə idi. Molla Ağacan deyir, dedim ki, deyin necə gəldi. Deyir İmam Hüseyin əleyhissalam Əli Əkbər ağanın başının üstünə gələndə dizlərinin taqəti getdi. Oğlu ölən atanın mən çox görmüşəm məclisdə dizinin, belinin taqəti gedər. Allah heç kimə cavan oğul dağılırmasın. İmam Hüseyin əleyhissalam durdu ayağa, istədi, cinli zəfər danışır. İstədi yerisin, dizinin, belinin taqəti olmadı, yenə yıxıldı yerə. Deyir, sürünə gəldi Əli Əkbər ağanın başının bərabərinə. 7 dəfə əllərin bu açıq vəziyyətdə çıxdı yerə, elə möhkəm vururdu ki, torpağın qumu barmaqlarının arasından qalxırdı yuxarı. Dedi, vələdi, oğlum, bir dəfə ata denən. Oğlum, bir dəfə ata denən, gördü baladan səs gəlmir. Dedi, əd-dünya bədə kəl-əfa. Oğul, səndən sonra bu dünyanın başına kül olsun. Üzün qoydu, deyir, Əli Əkbər ağanın üzünə. Üzün qoydu Əli Əkbər ağanın üzünə. Deyir, başın qaldıranda, deyir, gördü ağanın mübarək ağ saqqalı oğul qanına batıb. O da ərəblər deyir ki, Əssəlamu aleykə ya şəbil həbib. Salam olsun sənə, ey o kəsi ki, ağ saqqalı oğlu, mübarək oğlunun, cavanının qanına batan ağa. Amma baxdı İmam Hüseyin əleyhissalam bir dənə xeymələrə tərəf. Dedi, ilahi, mən bu cavan balamı necə aparım, necə doğramışdılar? Ərəb deyər, qətəuhu erbən erba. Yəni, hər tikəsin qulağı boyda eləmişdilər. Ağa balanın hər tərəfindən götürdü, bədəni töküldü yerə. O da bir dənə əbasını saldı. Ağanın mübarək tikə-tikə bədənləri yığdı əbanın arasına. Əli Əkbəri xeymiyə aparanda bu vəziyyətdə apardı. Elə ki, hamı şəhid olmuşdu. İmam Hüseyin buyurdu, görəsən varmı mənə bir nəfər kömək eləyən? Əli Əsxar anası xanım Rubab deyir, gördüm, balam ağladı, beşikdən özün atdı yerə. Ata, qundaqda olan köməyim mənəm. Balanı belə gətirdi düşmənlər qabağına. Dedə, gəl məndən ədavətiz var heç. Amma 6 aylıq balamın günahı nədir, susuzdan yanır. Bu Fəratın suyunun şarıltı səsi balamı narahat eyləyib. Dedilər, Ömər Səd evin yıxılsın. Hüseyin meydana Qur'an gətirib. Dedilər, yox, qundaqda olan balasını gətirib. Çağırdı Əlmələni, dedi, əgər bu balanın o parıldayan boğazından vursun, bir belə malı mülkü verirəm sənə. Üç dənə Kərbəlaya 3 şöbəli ox gətirmişdi. Əvvəlin vurmuşdu Əbəlfəz ağanın alnından. Pəhləvanı öldürən o ahıya qalsən eynəz. Divar məsciddə gəzən halə, yəni cəhətin balası.
divarı məsciddə gəzən haləyə dəysən eyləz. Ayaqlayanlar, əbəl fəzli ahdan çalan o əlyəzlərə dəysən eyləz. Hay balam ağa buyurur, oh balamın boğazına dəyəndə balam yatmışdı. Oh o balaca boğaza sancılanda ağam buyurur, balam yatdığı yerdə birdən diksindi, gözlərini açdı, baxdı mənə. İstədi ağlayan, ulan fərqara verdi, boğazına balayın, nəfəsi gəlmədi. Gördülər Seyyid-i Şühəda Zülfəqarı çəkdi. Dedilər ağa, əgər döyüşəcəydin, dalın oxlanmamışdan qabaq döyüşəydin. Gördülər, yox. O Zülfəqarı necə inan. Ay, uşaq qundaqlayan analar, bacılar. Ay, uşaq bəliyən analar, bacılar. Gördülər Seyyid-i Şühəda Zülfəqarı necə